Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebu'l Kasimi Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Salam əziz izləyicilər. Yeniden hoş gördük sizləri. Sizin əvəzinizdən ziyarət edirik verilişində. Əvvəla mən təşəkkür edirəm bu verilişi ərsəyə gətirən şəxslərdən, bu verilişdə zəhməti olan şəxslərdən ki, bu fürsəti yaradıblar bizlərə və sizlərə ki, sizin əvəzinizdən ziyarət edirik verilişi insanların xidmətindədir və o şəxslər ki, ürəkləri buradadır, amma fürsətləri yoxdur gəlməyə, onların qəlbinə bir məlhəm olurlar. Allah hamısından razı olsun. Mən bu günləri dua haqqında danışmaq istəyirəm. Dua, hamımız dua edirik, Allahdan istəyirik. Peyğəmbərləri, imamları, şəfaətçi qərar veririk Allah qapısında. Amma duanın İslamda nə qədər əhəmiyyəti var? Dua İslamda necədir? Biz onun haqqında o qədər də fikirləşmirik. Biz dua edirik, amma duanın İslamda nə qədər əhəmiyyəti var, nə qədər əhəmiyyətə malikdir? Bunun haqqında o qədər də diqqət etmirik və fikirləşmirik. Baxın, hədislə başlamaq istəyirəm. Bir neçə hədisi sizin diqqətinizə çatdırıram. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən belə bir hədis nəql olunur. Peyğəmbər sallallahu buyurur: "Əd-dua silahul mu'min və amudud-din və nurus semavati vel ard." Dua müminin silahıdır. Dinin sütunudur. Göylərin və yerin nurudur. Əmir el-Müminin aleyhissalam belə bir hədisi vardır ki, buyururlar: "Əd-dua miftahur rahmə və misbahuz zulmə." Dua Allahın rəhmətinin açarıdır. Dünya və axirət qaranlıqları üçün işıqlandırıcı bir çıraqdır. Digər bir hədisdə İmam Sadiq əleyhissalam belə buyurur: "Əfdalul ibadə əd-dua." İbadətlərin ən fəzilətlisi duadır. Təkcə müminin silahıdır, xeyr. Həm də peyğəmbərlərin silahıdır. Bu sözü hardan deyirəm? İmam Rıza əleyhissalamın bizə yadgar qoyduğu bir hədisdən. İmam Rıza əleyhissalam belə buyurur: "Aleykum bis-silahul enbiya." Qilə ma silahul enbiya? Qalə əd-dua. İmam Rıza əleyhissalamdan nəql olunan hədisdə belə buyurur: Peyğəmbərlərin silahı ilə silahlanın. Soruşdular, peyğəmbərlərin silahı nə idi? Həzrət buyurdu, dua idi. Quran və rəvayətlərdən məlum olur ki, duanın nə qədər əhəmiyyəti var İslam dinində. Nə qədər əhəmiyyətə malikdir bizim dində. Niyə dua dində bu qədər əhəmiyyətlidir? Niyə bizə tövsiyə olunub ki, bu qədər dua edin? Baxın, hədislərdən çıxarışımız budur. Budur ki, yəni buyurdu ki, əvvələn dua müminin silahıdır. Peyğəmbərlərin silahıdır. Dua dünya və axirətdə qaranlıqlar üçün bir çıraqdır. Yerin və göylərin nurudur. Allahın rəhmətinin kilididir. Dua qələbəlik rəmzidir. Bu, bizim hədislərdən əlimizə gətirdiyimiz duanın insan vücudunda ən mühüm təsiri və qurduğu əsər budur ki, birinci insanı tərbiyyət edir. İnsanı düzəldir. Dua ilə tərbiyənin rabitəsi var ümumilikdə. Dua insanların qəlbində, birinci rabitəsi budur. Dua insanların qəlbində ümid nurunu yaradır. Baxın, əgər xəstə sağalmasına ümidvar olmasa, onu ən yüksək, ən çox bilən həkimin yanına aparsan belə və onun xəstəliyi yüngül xəstəlik olsa belə, onun ümidsizliyi səbəb olacaq ki, o xəstəlikdən şifa tapmasın.
Amma xəstənin sağalmasına ümidi varsa, onu ən zəif həkimin yanına aparsan belə və xəstəliyə ən ağır xəstəlik olsa belə, onun ümidi onun sağalmasına səbəb olacaq. Döyüşçünün əgər qələbəliyə ümidi olmasa, 1000 nəfər döyüşçünün qabağında 10.000 nəfər də dursa və ümidləri olmasa ki, bunlar qələbə çalacaq, yəqin bilin ki, o 1000 nəfər 10.000 nəfərə qələbə çalacaq. Bilirsiniz niyə? Çünki 10.000 nəfərin ümidi yoxdur qələbə çalmaqlarına. Bu 1000 nəfərə qələbə çalacaqlar. Necə ki, biz bunu tarixdə görürük. Peyğəmbərin döyüşlərində görürük. 313 nəfər 3000 nəfərin qarşısında durur döyüşlərin birində və qələbə çalırlar. 1000 nəfər 3000 nəfərin qarşısında durur və qələbə çalırlar. İmam Hüseyin əleyhissalamın Kərbəlasına baxırıq, 72 nəfər, biz belə o tərəfdən, bu tərəfdən qoşulanları da hesab etsək, deyək 80 nəfər, 90 nəfər, 30.000 insanın qarşısında ümidlə, qürurla dayanıb. Qələbə ümidi ilə dayanıb. Niyə? Çünki bunların ümidi var. Ümidi var ki, bir nəfər neçə nəfərin qarşısında durur. Duanın belə təsiri var insanın həyatında, vücudunda. İnsanı ümidvar eləyir həyatda. Bizim başımıza gələn bəlaların çoxu ümidsizliyimizdəndir. Bəzən bir işə giririk ümidsiz. Görəsən bu işdə mənim axırım necə olacaq? Ümidimiz yoxdur. Həyatda yaşayırıq ümidsiz. Dərsə hazırlaşırıq, imtahanlara hazırlaşırıq, amma qəbul olmağımıza ümidimiz yoxdur. Bu ümidsizlik səbəb olur ki, biz o məqamda qələbə qazana bilmirik. Ümidsizliyimiz səbəb olur. İnsan gərək həyatında ümidli olsun. Ümiddir insanı səadətə çatdıran, ümiddir insanı məqsədə çatdıran. Çox insanlar olub, qarşısına böyük bir məqsəd qoyub, ümidlə bu məqsəd yolunda hərəkət edir. Hərəkət edir və məqsədinə çatır. Niyə? Çünki ümidi var. Ümidi var, ümidsizlik ən böyük günahdır. İnsan gərək ümidini heç vaxt kəsməsin. Bəli, hər şeyə də tam ümidvar olmaqlıq da bəzən düzgün olmur. Niyə? Bəzən görsən ki, insan ümidi var ki, bəli, Allahın rəhməti var. Mən nə iş görsəm ki, Allahın rəhməti mənim halıma şamil olacaq. Bu da səhv fikirdir. Ümid yanında gərək qorxu da olsun. İnsan ümidlə qorxunu gərək birlikdə aparsın. İnsanın saadətə çatmaq üçün 2 qanad lazımdır. Onların biri ümiddir, biri isə qorxudur. Gərək bu 2 qanadla qanad çalsın ki, gedib məqsədə çata bilsin. Bəli, dua insana həyat bağışlayır. Müşkülləri həll edir. Baxın, niyə müşkülləri həll edir? Çünki əl açdığımız şəxs elə bir şəxsdir ki, hər şeyə qadirdir. Onun üçün çətinliyin və asanlığın məhfumu yoxdur. Mənası yoxdur. Onun üçün hər bir çətinlik asandır. Allah hər şeyə qadirdir. İnnəllaha alə kulli şeyin qadir. Allah hər şeyə qadirdir. Allahda hər şey kun fəyakundur. Yəni bir şeyə ol deyir, olur. Belə olan şəxsə, belə tanıdığımız şəxsə dua edəndə əlbəttə ki, duamızı qəbul edəcək. Bəzən qəbul olmayan dualarımızın da səbəbkarı ilə özümüzik. Amma Allah üçün fərqi yoxdur. Nə qədər böyük bir şey istəyirsən istə. Hədislərdən belə bir şey nəql olunur. Buyurulur ki, dünyanın insanları, fərqi yoxdur, insan və cin, dünyanın mülkü qədər Allahdan istəsələr, Allahın mülkündən bir milçək qanadı qədər azalmaz.
Allah'ın rəhməti genişdir. Allah'ın mülkü genişdir, böyükdür. Allah hər şeyə qadirdir. Bizim bəzən ümidsizliyimiz buna görədir ki, biz kimdən dua istədiyimizi bilmirik. Bir bu, bir də bəzən biz elə bilir ki, bizim qüdrətimiz çatmırsa, deməli istədiyimiz şəxsin də qüdrəti ola bilsin çatmaz. Bu ümidlə dua istəyirik biz. İstəyirik və ona görə də qəbul olunmur. Duamız müstəcab olmur. Dua istədiyimiz şəxsin hər şeyə qadir olduğunu bilsək və nəfsi istəklərimizi qatmasaq, yəqin bilək ki, duamız müstəcab olacaq. İkinci, dua təqva nurunu insanda yaradır. Baxın, təqva insanı Allaha yaxınlaşdıran ən əsas amillərdən biridir. Təqva ümumiyyətlə bizi axirətdə bizim axirətdə nicat tapmamıza səbəb təqvadır. Təqva nədir? Təqva axirətdə pasportdur elə bil ki. Necə bir ölkədən digər bir ölkəyə keçmək üçün pasport lazımdır? Hədislərdə var, axirətin, qiyamətin 50 dənə dayanacağı var. Və 50 dənə dayanacağın hər birində insan 1000 il soru-sual olunacaq. Bu 50 dənə dayanacaqdan keçmək üçün hamısına təqva lazımdır. Təqva pasportdur. Yəni təqva olsun ki, biz bu dayanacaqlardan keçə bilək. Təkcə axirət üçün deyil, dünya üçün də təqva çox əlverişli səbəbdir. Təqvalı insandan Allah Taala qəbul edir. Ayəsi də var. Allah təqvalılardan qəbul edir. Bunları dua yaradır insanda. Bu təqva nurunu, ümid nurunu dua yaradır insanda. Və dua səbəb olur ki, bu təqva nuru və ümid nuru insanda yaranandan sonra həm də yaşasın. Bəzən biz təqva nurunu, ümid nurunu yaradırıq. Həyatımızda hər hansı bir hadisə baş verir, bizim ümidimiz çox olur və bu ümidi qoruyub saxlamaq şərtdir. Bu ümidi yaşatmaq şərtdir. Bax, bunları yaşatmaq üçün də bizə dua lazımdır ki, dua edək həmişə. Həmişə əlimiz göydə olsun. Dua insanı tövbə etməliyə çağırır. Baxın, insan həmişə dua etsə, amma görürsən ki, bəzən müşküllər yarananda, bir qabağına bir problem çıxanda da, insan əlini duaya qaldıranda, mələklər buyururlar ki, deyirlər, bu səs bizə tanışdır. Bunun duasını qəbul edin. Niyə? Çünki bu həmişə adi vaxtlarda da, asayişli vaxtında da, aram vaxtında da bu dua edirdi həmişə. İndi çətinliyə düşüb, yenə də əllərini qaldırıb Allahın dərgahına. Mələklər deyərlər, bunun səsi bizə tanışdır və bunun duasını biz qəbul edək. Amma yalnız görürsən ki, bəzi insanlar dua yadına düşmür. Yalnız canı indi xəstəliyə düşüb, indi yadına düşüb ki, Allahdan istəmək lazımdır. Və yaxud da varı dövləti olanda dua etmirdi. İndi kasıblayıb, indi Allah yadına düşüb ki, dua etmək lazımdır. Belə şəxslər çətinlikdə olanda dua edəndə mələklər deyirlər, bunun səsi bizə tanış deyil. Bu indi çətinliyə düşüb dua edir. Heç asayişdə olanda dua etmirdi. Heç varlı olanda dua etmirdi. Canı sağlam olanda dua etmirdi. Baxın, İmam Əli əleyhissalam xütbələrin birində belə buyurur. Təqvalılar o şəxsdirlər ki, asayiş və aramlıq halında da elə bil ki, çətinlikdədirlər. Nədir mənası? Yəni, asayiş vaxtı, aram vaxtı, yəni canları sağlam olan vaxtı da elə dua edirlər ki, elə bil çətinlikdədirlər. Elə bil ki, xəstədirlər. Elə bil ki, susuzdurlar. Bunlar elə dua edirlər ki, elə bil ehtiyaclıdırlar. Amma ehtiyacı yoxdur ya, qənidir, kasıb deyil. Amma elə dua edir ki, fəqir-i məhz kimi dua edir. Həmişə əli göydədir. Allahın qarşısında gərək insan həmişə özünü aşağı hiss etsin. Təkəbbürü Allah sevmir.
Allah qarşısında insan gərək həmişə əl atsın və dua etməkdən yorulmasın. Allah bu xüsusiyyəti bizlərə nəsib eyləsin ki, biz dua etməkdən yorulmayaq. Allahdan həmişə istəyək. Allahın fəzl nurundan həmişə istəyək. Və ətəzimi bihablillahi cəmiyyən. Allahın ətəyindən insanlar gərək həmişə yapışsın. Allah, bilin ki, baxın, insan əgər, bir nur əgər stansiyaya vəsil olmasa, tez bir zamanda sönər. Gərək nur, insan nuru gərək Allahın nuruna gərək yapışsın. Allahın nurundan gərək feyz alsın. Feyz aldıqda onun nuru heç vaxt tükənməz. Amma bəzən biz özümüz öz əlimizlə Allahın nurundan öz nurumuzu ayırırıq. Elə bir ki, rugulniki vururuq, sonra da deyirik ki, bizim niyə nurumuz yoxdur? Halbuki rugulnik həmişə birləşik olsa, həmişə çıraq yanar, həmişə işıqlı olar bizim vücudumuz. Bəzən özümüz səbəb olduq ki, vücudumuz da qaranlıq olsun. 3. Dua mərifət nurunu təqviyyət edir insanda. Baxın, insan dua edəndə mərifəti artır. Dua edir, kimin qarşısında əl açır? O vücudun qarşısında əl açır ki, o vücud bütün aləmləri yaradıb. Yerin və göyün sahibidir. Bizim bilmədiklərimizin sahibidir. O əbədidir və əzəlidir. Baxın, insanın dua səbəb olur ki, insanın mərifəti artsın. Kimdir Allah? Yerin və göyün sahibi. Yer və göy nə qədərdir? Hələ bir damcı adam bunu düşünəndə, həqiqətən də adam dəli olur. Yer, göy, yerin 7 qatı, göyün 7 qatı. Hələ biz 1-ci qatdan xəbərimiz var? Yoxdur. Hələ yerin üstündə bizik, yerdən xəbərimiz var, nələr yoxdur? Xeyr, xəbərimiz yoxdur. Amma Allah yerin üstündə olanları, yerin altında olanları, o dediği 7 qatda nələr var, hamısından agahdır. Hamısının yaradanıdır, xaliqidir. Yerdə, göydə nə varsa Allahın məxluqudur. Adam bunu dua edəndə və dua etdiyi şəxsi belə fikirləşəndə insanın görə nə qədər mərifəti çoxaldır. Dua səbəb olur ki, insanın mərifəti çoxalsın. İnsanın mərifəti artsın. Məxsusən bəzi dualar var ki, çox tövsiyə olunur. Hansı dualar? Kumeyl duası, nüdübə duası, təvəssül duası, Səfi Səccadiyyədə olan dualar, Səba duası, bunlar çox tövsiyə olunur. Şabaniyyə xutbəsi çox tövsiyə olunur. Həqiqətən də bunlarda Allahın əzəməti yatıb. Bütün dualarda Allahın əzəməti görsənir. Bunlarda daha çox Allahın əzəməti görsənir. Allah Teala bizi həqiqi dua edənlərdən və bu 3 hal dedim, dua təqva nurun yaradır, dua ümid nurun yaradır, dua mərifəti çoxaldır. Allah Teala bunları da bizim halımıza şamil eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.